Gəl bu dəfə münasibətinizi analiz edək iki dəstəklə. Yəni sənin ona duyğuların, fikirlərin və onun sənə duyğuları, fikirləri. Gəl baxaq onun duyğuları Lenormand tarotla, sənin duyğuların Witch tarotla. Gəl bax. Onun hal-hazırda sənə qarşı hansı enerjidədir? Münasibət haqqında fikirlərin nədir? Bu münasibətdə gələcək görürmü? Ciddi davam istəyirmi? Sevgisi varmı? Gəl belə baxaq. Və bir dənə də hər zamanki kimi narahat edən sual, sadiqdirmi sənə? İndi ona baxaq. Ona baxdıqda sənin ona hisslərinə, ona qarşı hansı enerjidəsən? Münasibət haqqında fikrin nədir? Gələcək görürsənmi bu münasibətdə? Ciddi davam etməyi istəyirsənmi onunla? Sevgin varmı? Və sən də ona sadiqsənmi? Əlbəttə ki, bərabər olmalıdır hər şey. Okey, gəl baxaq. Birinci, onun sənə qarşı enerjisinə baxaq. Sənə qarşı hansı enerjidədir? Sənə qarşı hal-hazırda enerjisini stabil saxlamağa çalışır. Burada hansısa bir dəstək düşünür, planlar düşünür, münasibətlə əlaqədar negativ bir enerjidə deyil. Bilmirəm, sənə qarşı hansısa bir dəstək mi düşünür və yaxud da ki, bu münasibətlə əlaqədar tam olaraq stabil bir münasibətdədir, enerjidədir. Yəni, burada qarşılıqlı dəstək var, hörmət var, dəyər var. Belə bir enerjidə çıxır sənə qarşı. Gəl, sənin ona qarşı enerjinə baxaq. Sən ona qarşı hansı enerjidəsən? Oy, o sənə bir addım atırsa, sən ona qarşı 10 addım atırsan. Çünki sən də maksimum cəhətdən onu yücəldirsən, ona dəyər verirsən, onu yüksəldirsən, ona sanki motivasiya verirsən, yəni enerji olaraq sən onu çox yüksəkdə görürsən və burada yenə deyirəm, ona qarşı sən də hansısa bir dəstək, ya mənəvi dəstəkdir, ya motivasiyadır, qarşılıqlı dəstək uğrunda quran, yəni hissləriniz qarşılıqlıdır. Belə deyim sənə, bu münasibət hal-hazırda normal münasibətiniz var, qarşılıqlı hissləriniz var və onunla əlaqədar gedir. Gəl baxaq, yəni burada küs ayrı situasiya yoxdur, stabil bir enerjidən gedir. Okey, baxaq, onun bu münasibət haqqında fikirləri nədir? Çox gözəl fikirləri var bu münasibətlə əlaqədar, belə deyim də, tam olaraq sənin ona layiq olduğunu düşünür, tam olaraq, belə deyim də, bu münasibətlə əlaqədar hər şeydən rahatdır da, yəni bu insan səndən əvvəl yaşadığı hər bir şey tam olaraq keçmişdə qoyubdur, həyatı səndən əvvəl və səndən sonraya ayrılıb və yəni səninlə birlikdə olanda bunun həyatı daha da yüksəlişə doğru gedir və bu münasibətdə də daha çox birlikdə, bərabər şəkildə yüksəlmək, birlikdə irəli addımlar atmaq, belə düşünür. Sən bu münasibət haqqında nə fikirləşirsən? Yəni, bu münasibətin ona uğur gətirdiyini düşünür. Səndən əvvəl yaşadığı bütün sıxıntılar, problemlər sənin ayağını ona uğur gətiribdir, sənin varlığın, enerjin. Belə düşünür ki, sən ona uğur gətirirsən. Okey. Sən bu münasibət haqqında hansı fikirdəsən? Səndə sanki güvən problemi var idi. Təzə-təzə başlayanda güvən problemi olubdu. Daima düşünürdün, birdən məni alladar, birdən başqası olar, birdən yarım qalaram və s. Amma zamanla bu güvən problemin aradan qalxıbdı və bu güvən problemin öz güvənə çevrilibdi və sən hal-hazırda əminsən ki, sən onun həyatında tam olaraq yüksək bir taxta yerləşmisən. Sən də bu münasibətə birlikdə yüksəliş doğru. Görün, hər ikinizin də fikirləriniz eynidir. O səninlə yüksəliş düşünür. Sən də onunla birlikdə yüksəlişinizi düşünürsən. Yəni, əl-ələ tutacaq, yüksələcək, bütün qorxular, manələr aradan qalxacaq. Belə düşünürsən. Bu səninlə münasibətinizdə gələcək görürmü? Birlikdə gələcək. Əlbəttə ki, görür. Maksimum görür. Hətta görür demək azdır. Bu insan qərarlıdır ki, mən o insanla birlikdə olacam. Mən o insanla
gələcəyi birlikdə quracağıq. O tam da mənə yaraşır. Səni bu insan stabil özünün tayı olaraq görür də, yəni bizim münasibətimiz gələcəyimizlə birlikdə olmalıdır. Başqa yolu yoxdur deyə düşünür. Yəni görürmü deyil də qərarlıdır bunun üçün və bunun üçün əlindən gələni etməyə də hazırdır və səndən də əmindir buna görə. Yəni bu adam tam olaraq artıq əmindir ki, bu həmin o insandır. Sən onunla gələcək görürsənmi? Sən də onunla gələcək görürsən. Sən də onunla gələcək görsən, hətta bu gələcəkdə onunla qarşımıza çıxan bütün əngəlləri aşmaq üzrə qərarlısan və düşünürsən ki, bizim birliktəliyimizə mane olan nə qədər maneələr, əngəllər, sıxıntılar varsa, onların hər birini aşacağıq və birlikdə, yəni davamlı olaraq birlikdə olacaq münasibətimiz. Ailə enerjisi görürsən bu münasibətlə əlaqədar. Okey. Yenə eyni şey baxaq. Bu insan səninlə ciddi davamlı bir gələcəyi düşünürmü? Bəli. Bu insan səninlə ciddi, davamlı bir gələcək düşünür, yeni bir yol düşünür. Yenə də, yəni bu sənsiz özünü təsəvvür eləmir. Gələcəyini bu münasibətdə boş yanaşmır. Günübirlik münasibət olaraq yanaşmır. Ciddi, stabil bir enerji görür. Bəs sən onunla ciddi, davamlı münasibət istəyirsənmi? Bax, burada daha çox sənin qorxuların var. Görəsən olarmı? Görəsən mümkündürmü? Amma istəyirsən. Sən istəyirsən. Onda əminlik enerjisi var. Çünki o özündən əmindir. Sən ondan əmin deyilsən. Sənin qorxuların var, amma ümidin daha çoxdur. İnamın daha çoxdur ki, bəli, yəni mən də düşünürəm ki, davamlı birlikdə davamlı bir münasibətim olacaq. Sən də ona qarşı stabil enerji olaraq düşünürsən. Sevgisi varmı? Ən maraqlı sual. Bu insan, bilirsən necə bir insandır? Bu insan sevgisini göstərə bilən bir insan deyil. Bu insan istəyini göstərə bilən bir insan deyil. Amma burada, belə deyim də, burada elə bil ki, daha çox göstərən sənsən. Sevgini, dəyəri, istəyi. Amma bəli, bu insan sənə, belə deyim də, baqatvarit eləyir deyəndə, Azərbaycanca nədir? İlahiləşdirir bu insan səni. Sən həm bir enerji olaraq, tutaq ki, bunu izləyən qadındırsa, fikrindəki insan kişidirsə, səni əzmli, hökümlü bir qadın, bir o qədər də gözəl, cazibədar, tam olaraq hamının arzuladığı biri olaraq görür. Və həmçinin bu insan buna görə də biraz qorxusu var. Bax, burada bunun sənin görünüşünlə əlaqədar, səninlə əlaqədar qorxuları başladı ki, birdən kimsə onu mənim əlimdən almaq istəyər, birdən kimsə onun diqqətini çəkmək istəyər. Bəli, bu insan səni itirməkdən qorxur. Çünki bu bilir ki, sən gezdiyin ortamda, addımını bastığın ortamda maksimum diqqət çəkirsən, hər kəsin diqqətini çəkirsən. Nə bilim, bir ortamda 100 adam olsun, sən gələsən, 99 adam işıqları sönür. Sən parlayırsan, diqqət mərkəzində sənsən. Və buna görə də bu dəhşət qısqanır və yəni buna görə, bəli, içində bunları düzdür, özündə göstərməməyə çalışır, amma bəli, qorxusu var. Burada da sənin onu tərk etməyindən qorxur, sənin getməyindən qorxur. Düzdür, yenə deyirəm, bu qorxusunu göstərmir. Çünki bu özünü elə bil ki, bir tərəfdən düşünür ki, o nə yaxşı məni seçdi, nə yaxşı ətrafında əlini sallasa əllisi, amma məni seçdi və qorxusu var, itirmə qorxusu. Sənin ona sevgin varmı? Gəl sənə də baxaq, sevgin varmı? Sən də ona qarşı sevgidən də ötə bir şeydir də, yəni sən də ona qarşı eynən bu insanı həyatında stabil olaraq görürsən, sənin ona sevgin çoxdur və əksinə sən, belə deyim də, sən onun sənə sevgisinin olmadığını düşünürsən. Sən də bir cür qəribə düşüncədə, sən də bir cür bu cəhətdən də yenə özgüvənsizsən ki, görəsən mən daha çox sevirəm, o az mı sevir, görəsən, yəni elə bil ki, sənin də itirməyə qorxun var onu, onun da səni itirməyə qorxun var, amma bəli, sevgi maksimumdur səndə də. Qarşılıqlı sevgi var. Sadiqdirmi sənə? Baxaq, onun ətrafında olanlar çoxdur. Onun ətrafında ona addım atmaq istəyənlər, ona yönələnlər, amma bu insan sənə maksimum cəhətdən sadiqdir. Bunu boş ver, yəni kimlər olur olsun, hamısı sənin yanında sönük qalır. Çünki bunun arzusunda, xəyalında yalnız sənsən və yalan danışa biləcəyini, xəyanət edəcəyini düşünmə. Sadəcə onun görünüşü ola bilsin, çoxmu yaraşıqlıdır, hər nədirsə qısqanırsa, amma sadiqdir.
Sən ona qarşı sadiqsən. Sən də maksimum sadiqsən. Ona qarşı sevgin, duyğuların hər biri aşıb daşır, daha da çoxalır. Bəli, hər ikinizin də münasibətiniz belədir. Bir-birinizə qarşı kartlar nə məsləhət görür münasibətinizlə əlaqədar. Biri buradan ona nə görür, sənə nə görür. Ona görür ki, stabilliyini davam etməlidir. Səni də deyir ki, yəni nə istədiyini bilirsən, addım at. Davam elə onunla. Bu qədər. Aldım, qəbul elədim. Yaz ətraf baxım üçün.